Salam, mən Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texnik Kollecinin informatika müəlliməsi Nərimanova Elnuriyə. Bugünkü mövzumuz fərdi kompüterlərin giriş-çıxış qurğularıdır. Əziz tələbələr, gəlin görək fərdi kompüterlərin giriş-çıxış qurğuları hansılardır və onlar hansı funksiyaları daşıyır? Fərdi kompüterin giriş-çıxış qurğuları dedikdə, giriş qurğuları, yəni informasiyanı kompüterə daxil edən qurğular giriş qurğuları, kompüterdə olan informasiyanı xaric edən qurğulara isə çıxış qurğuları və ya da xaric etmə qurğuları adlanır. İndi isə gəlin görək giriş qurğuları hansılardır, çıxış qurğuları hansılardır. Giriş qurğuları dedikdə klaviatura, mouse, web kamera, mikrofon, digitizer, skaner, TV tuner, MIDI klaviatura nəzərdə tutulur. Çıxış qurğuları dedikdə monitor, printer, plotter, proyektor, səs ucaldan, qulaqlıq. Bir də var həm giriş, həm çıxış qurğuları ki, bunlar da hər iki qurğuların, həm giriş qurğularının, həm də çıxış qurğularının funksiyalarını daşıyır. Şəbəkə kartı, səs kartı, modem, faks, disk sürücüləri, sensor, monitor. İndi isə gəlin görək giriş qurğularından ən əsas qurğu olan klaviatura haqqında danışaq. Görək klaviatura nədir? Klaviatura simvol tipli verilənlərin kompüterə daxil edilməsini və onun işinin idarə edilməsi üçün nəzərdə tutulan giriş qurğusudur. Klaviatura üzərində gördüyümüz düymələrdən ibarətdir. Bu düymələrdə Windows mühitində istifadə edilən klaviaturalar əsasən 104, 105 düymələrdən ibarətdir. Üzərindəki klaviaturalar, bax bu hissədə gördüyümüz düymələr hərf rəqəm düymələridir ki, hərf klavişlərdir. Hərflərin, rəqəmlərin, simvolların daxil edilməsi üçün bu düymələrdən istifadə olunur. Bax bu hissədə yuxarı hissədə gördüyümüz F1-dən F12-yə qədər olan düymələr isə funksional düymələr adlanır ki, bunlar da hər hansı proqramdan asılı olaraq müəyyən funksiyaları yerinə yetirmiş olur. Və klaviaturamızın sağ küncündə rəqəm klavişləri görürük ki, bunlar da rəqəm klavişləri də hər hansı rəqəmlərin daxil edilməsi zamanı istifadə olunur və numberlıq burada düyməsi var ki, bu düymə aktiv olan zaman rəqəmlər işə düşür və qeyri-aktiv olduqda isə rəqəmlər demək olar ki, öz funksiyasını dayandırır. Var sonra burada kursorun idarə etmə düymələridir ki, buradakı kursorun idarə etmə düymələri həm də 4 oxdan ibarət ox düymələri də adlandırılır. Bir sətir yuxarı, bir sətir aşağı və yaxud da bir simvol sağa, sola, bir simvol sağa və bu düymələri əsasən home, end, page up və page down düymələri də həmçinin bu funksiyalar yerinə yetirmiş olur. Və bir də var xüsusi düymələr ki, bu xüsusi düymələr də tabdır, caps lockdur, shiftdir, controldur, altdır, enterdir və sair düymələr də xüsusi düymələrə aid edilir. Bəs klaviaturamızın kompüterə qoşulduğu portlar hansı portlardır? PS2 portudur, USB, daha çox universal portlarda olan USB portudur və COM portudur ki, bu portlar vasitəsilə klaviaturamızı kompüterə biz bağlaya bilirik. Bəs giriş qurğularından digər hansıdır? Skaneri göstərə bilərik ki, skaner nədir? Kağız üzərindəki informasiyanı kompüterə daxil etmək üçün istifadə olunur. Skanerlərin qoşulduğu portlar LPT portlarıdır və USB portları vasitəsilə qoşulur. İki növü vardır. Əllə işləyən skanerlərdir. Əllə işləyən skanerlər daha yığcam və asan daşına bilən skanerlərdir. Bunları ən çox supermarketlərdə barkodların, kartların vurulması zamanında bunlardan istifadə olunur. Biri də var stol üstü skanerlər ki, böyük həcmli informasiyaları kompüterə daxil etmək üçün istifadə olunur. Bunun da növləri flatbed, sheetfed, overhead skanerləridir ki, misal göstərə bilərik. Giriş qurğusundan mouse və yaxud da sıçan kursorun ekranda idarə olunması, eləcə də kompüterə əmrlərin daxil edilməsi üçün istifadə edilən daxil etmə qurğusudur. Əsasən üzərində 2 düymədən və bir diyircəkdən ibarətdir.
Əsas burada sol düymə əsas düymədir, sağ düymə köməkçi düymə adlanır və bu düymələr arasında yerləşən deyircə isə sətirlərin hərəkətini təmin edir. Qoşulduğu portlar hansı portlardır? COM portudur, PS2 portur və daha çox bugünkü günümüzdə universal port olan USB portundan istifadə olunur. Mouse'un növləri kimi trackpad, trackball, pen mouse, 3D mouse, joystick, joypadləri göstərə bilərik. Bəs digər hansı giriş qurğularını görə bilərik burada? Digitizerdir, həm də qrafik planşet adlandırılır. Qələmlə məlumatların daxil edilməsini təmin edir. Digitizerin iki əsas parametri vardır ki, seyrəklik qabiliyyətidir, bir də işçi sahəsinin ölçüsüdür. Burada var, həmçinin digitizerdən, qrafik planşetdən bir də memarlar, dizaynerlərin, rəssamların ən çox istifadə etdiyi giriş qurğusudur. Mikrofon səsin elektrik siqnalına çevrilməsini təmin edən giriş qurğusudur. Mikrofonun köməyi ilə audio məlumat kompüterə daxil edilir. Və növbəti bir giriş qurğumuz web kameradır ki, video informasiyanın, yəni görüntülərin kompüterə daxil etmək üçün bu giriş qurğusundan istifadə olunur. TV tuner və MIDI klaviaturaları da daxil etmə qurğusu kimi qeyd edə bilərik. MIDI klaviatura nədir? Multimedia qurğusudur. Musiqilərin bəstələnməsi üçün istifadə olunur. Bəs TV tuner nədir? TV tuner müxtəlif formatlı televiziya verilişlərini qəbul edib monitorda göstərilməsini təmin edən giriş qurğusudur. Əsasən TV tunerin iki növü var. Daxili TV tuner və xarici TV tuner. Biz giriş qurğuları, yəni daxil etmə qurğularını bildiklərimizi təzələdik. Gəlin indi çıxış qurğusu haqqında, printer haqqında məlumatlarımızı əldə edək. Printer nədir? Kompüterin xarici qurğusu olub, informasiyanı kağız üzərində çap etmək üçündür. Əsasən printerlərin qoşulduğu portlar, USB portları və LPT portları vasitəsilə qoşulur. İşləmə prinsipinə görə printerlər zərfli və zərfsiz olur. Zərfli printerlərə aiddir litterli, matrisli printerlər. Zərfsiz printerlərə aiddir şırnaqlı, lazerli, termiki printerlər. Bəs printerlərin əsas xarakteristikaları nələrdir? Əməliyyat prinsipidir, rəng imkanlarıdır, işləmə qabiliyyətidir, qrafiki imkanlarının olub-olmamasıdır, çap sürətidir, çap keyfiyyətidir və qiymətidir. Bunlar da printerin əsas xarakteristikalarına aid etmiş oluruq. Monitor nədir? Monitor, kompüterə daxil edilən və kompüterdən alınan mətin, cədvəl, qrafik informasiyanın ekrana çıxarılması üçündür. Əsasən videoadapter adlanan qurğunun idarəsi altında işləyir. Monitorun əsas xarakteristikaları nələrdir? Matrisin tipidir, ekran diaqonalının ölçüsüdür, ekran pikselinin qiymətidir, monitorun seyrəklik qabiliyyətidir, təsvirin əks olunmasının maksimal tezliyidir, müşahidə bucağı, ekranın müdafiə dərəcəsi, açılışın maksimal tezliyi və təzadlıq dərəcəsi. Monitorun növlərinə gəldikdə, monitorun, bax bu ekranda gördüklərimiz monitorun növlərinə aid edə bilərik. Gəlin görək monitorun növlərinin bir-birindən fərqləndirən nələrdir? Monitorun ilk növü, daha doğrusu köhnə texnologiyalar əsasında hazırlanmış monitor tipi elektron şüa borlu monitorlardır, CRT monitorlardır. Əsasən bunların iş prinsipi ilə adından da göründüyü kimi daxilində olan elektron şüa borusunun ekrana görüntü verməsi hesabına baş verir. İkinci bir növü isə maye kristallı, yəni LCD monitorlardır ki, bunlar əsasən maye kristalların xüsusiyyəti ilə, yəni elektrik vasitəsilə qütbləşdirilən maye işığı keçirir və önünə əlavə edilən bir filtr vasitəsilə gözlə görülə bilməsi mümkün olan bir görüntü yaradır.
Digər bir növümüz isə plazma monitorlardır ki, bax şəkildən də göründüyü kimi iki şüşənin arasındakı xüsusi fosfor təbəqəsinə elektrikin verilməsi hesabına plazma mayesinə çevrilməsi nəticəsində ekranda təsvirlər görünür. Bu monitorlar həm də LCD-lər kimi yüngül monitorlardır və var LED monitorlar. LED monitorlar, bax bu gördüyümüz digər monitorlardan fərqi ondadır ki, baxış bucağı və ekrandakı görüntünün daha canlı olmasıdır. Var çıxış qurğularından plotter və kombayn. Plotter nədir? Plotter mürəkkəb sxemlərin, qrafiklərin, keyfiyyətli rəngli təsvirlərin A0, A1 kağızı üzərində böyük dəqiqliklə və yüksək sürətlə çıxarılması üçün nəzərdə tutulmuş qurğudur. Əsasən quruluşca barabanlı və planşetlər növləri vardır. Bəs kombayn nədir? Kombayn çox funksiyalı qurğudur kombayn. Bir gövdədə birləşən printerdir, skanerdir, sürət çıxaran, bəzi hallarda isə faks çox funksiyalı qurğu və ya kombayn adlanır. Ayrı-ayrı qurğuların toplusuna görə bu qurğu bir qədər az yer tutur. Amma ayrıca printerə nəzərən bir qədər çox yer tutmuş olur. Var çıxış qurğularından səs ucaldanlar və qulaqlıqlar. Şəkildə də gördüyümüz kimi və hamısında tanış olan səs ucaldanlar və qurğular nədir? Audio məlumatı dinləmək üçün istifadə olunan çıxış qurğularıdır. Əsasən qoşulduğu portlar müasir dövrdə universal port olan USB vasitəsilə qoşulmuş olur. Proyektor nədir? Kompüterdəki görüntüləri hər hansı lövhə üzərində, monitor üzərində və yaxud da bir müəyyən müstəvi səth üzərində əks etdirən çıxış qurğusudur. Qoşulduğu portlar isə VGA portu, DVI portu və HDMI portu göstərə bilərik. Həm giriş, həm də çıxış qurğuları dedik ki, həm giriş qurğularının funksiyalarını yerinə yetirir, həm çıxış qurğularının funksiyalarını yerinə yetirmiş olur ki, bunlara da aid edə bilərik səs kartını, daxili və xarici modemləri, şəbəkə kartını, video adapteri, sensor monitoru və faksı. Əziz tələbələr, bizim bugünkü dərsimiz sona çatdı. Gələn dərslərdə görüşənədək.